Bildiyiniz kimi Sabah Qarabağ maçından öncə Qarabağ klubunun müdafiəçisi Elvin Cəfərquliyev əvəzedici komandaya göndərilib. Bunun əsas səbəbi Elvinin nizam-intizamı pozması olub. Belə ki, artıq Elvin mövsümün sonuna qədər çox güman ki, Qarabağın əvəzedici heyətində çıxış edəcək. Amma Neftçi variantı hələ də gündəmdədir və iddia olunur ki, artıq Elvin Cəfərquliyev və Neftçi komandası razılığa gəlib və Elvinin Qarabağda aldığı maaşın 2 qatını Neftçi komandası ödəyəcək və bu istiqamətdə də Elvini Neftçi komandası heyətinə qatacaqlar. Və o da iddia olunur ki, artıq Elvin Cəfərquliyev iyun ayından etibarən Neftçi komandasının heyətində, yəni düşərgəsində gedəcək və artıq iyun ayından Neftçinin düşərgəsinə qoşulacaq. Sabah çox yaxşı futbol oynayır. Sabah çox kompakt futbol oynayır. Rabitə əlaqəsi möhtəşəmdir. Eyni zamanda futbolçuların fiziki durumu, anlaşma məsələsi və məntiqi sonluqları başa vurması yüksək səviyyədə. Amma Qarabağda həqiqətən də yəni oyuncu qıtlığı var, bir motivasiya problemi var, psixoloji gərginliyi var, enişlər var. Hətta Qarabağın artıq ikinci yer tutmağı da belə şübhə altına düşür yavaş-yavaş. Amma təbii ki, Qarabağın da son şansı kubokdur. Yəni sabahı keçsə böyük ehtimalla kuboku Qarabağ qazanacaq və Qarabağ ona görə kuboku qazanmaq istəyəcək ki, kuboku qazanan Avropa Liqasına çıxış edəcək. Amma təbii ki, Sabah artıq 95% UEFA Çempionlar Liqasını təmin edib Azərbaycan birincisi olmaqla yanaşı